Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi çox faydalı bir videola gəlmişəm qarşınıza. Soğandan turşu hazırlayacağam. Çox faydalı olduğu üçün bunu sizlər üçün paylaşmaq istədim. Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Soğanları soyuram. Soğanlar xırda olduğu üçün soymaq biraz çətin olur. Siz də mənim kimi edin. Üzərinə su əlavə edib 15-20 dəqiqə suda saxlayın. Sonra görün belə necə rahat soyulur. Və mən də belə etdim. Rahatlıqla soğanlarımızı soydum. Soğanın faydaları çoxdur. Danışsam belə videom bitər. Bunu hər kəs bilir. Çox faydalıdır. Güclü antibiotikdir deyərdim hətta. Çalışıram ki, sarımsaqdan, soğandan gündəlik qida rasionumda istifadə edim. Çünki çox faydalıdır. Bunu hər kəsə məsləhət görürəm. Düzdür, bunu bir çoxları sevməyə bilər. Soğanın qoxusuna görə, sarımsağın qoxusuna görə sevməyə bilər. Amma buradan onu deyə bilərəm ki, valla o qədər xeyirli, o qədər faydalıdır ki, bir çox yediklərimiz qidalardan çox faydalıdır. İndi hal-hazırda hər kəs bilir ki, yediyimiz qidaların heç bir faydası yoxdur. Tərkibləri bilinmir nədir. Ona görə də çalışın ki, təbii tərəvəzlərdən, meyvələrdən, qidalardan qidalanın deyərdim. Soğanlarımızın hamısını soydum və suyun altında bunları təmiz-təmiz yuyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Baxın, burada bir şey qeyd edeyim. Suyu qaynatdım və altını keçirtdim. Altını keçirdəndən sonra soğanları qazana əlavə edirəm. Yəni bunu qaynatmıram. Qaynar suya əlavə edib, ağzını bağlayıb 15 dəqiqə saxlayıram və sonra bunları götürürəm. Buradan qaynanmış kimi görünə bilər, amma bu qaynamır. Bu soğanın qazıdır, bu yəni normaldır, belə də olmalıdır. Soğanların hamısını suyun içərisindən götürürəm. Çuğunduru da doğrayıb əlavə edirəm içərisindən. Siz istəsəz əlavə etməyə də bilərsiniz. Sadə formada bağlaya bilərsiniz soğan turşusunu. Sadəcə mən çuğunduru ona görə qatıram ki, həm rəngi çıxsın, həm də biraz dad versin turşuya. Və bu formada şirniyyat figurum var, onunla kəsirəm. Yəni bunu siz belə kəsməyə də bilərsiniz. Mən sadəcə bu formada kəsdim ki, görüntüsü daha gözəl görünsün. Kənarından çıxanları da istifadə edəcəm, yəni bunları da atmıram. Keçirik bankalarımıza, soğanı yığmağa. İlk öncə bizə nə lazımdır bankalara tökməyə? Qara dənəvər istiot əlavə edirəm bankalarımıza. Və quru şüyüd əlavə edirəm. Hər bankamıza 2 ədəd dəfnə yarpağı və hər bankamıza 1 diş sarımsaq əlavə edirəm. Və turşularımın olmazsa olmazı nanə əlavə edirəm və cəfəri əlavə edirəm. Bu əlavə etdiklərim əgər sizdə yoxdursa və yaxud ağız dadınıza uyğun deyilsə, əlavə etməyə də bilərsiniz. Mən neçə illərdir artıq bu formada hazırlayıram turşunu və bu formada da sevdiyim üçün belə hazırlayıram. Gördüyünüz kimi çoğunduru da bu formada qoyuram ki, həm gözəl görünsün, həm də rəngi yaxşı çıxsın. İstər ağ soğan, istər qırmızı soğan, ikisi də çox faydalıdır. Turşu baxımından ikisinin də dadı eynidir. Bankalarımızı doldurdum və hər bankamıza 1 yemək qaşığı duz əlavə edirəm. Və hər bankamıza 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Və özüm hazırladığım tam təbii üzüm sirkəsi əlavə edirəm. Çalışıram ki, bütün hazırladığım hər bir şey tam təbii olsun. Nə qədər ki bacarıram, bunu edirəm. Hər bankamıza 1 stəkan üzüm sirkəsi əlavə etdim.
və üzərinə qaynanmış su əlavə edirəm. Gördüyünüz kimi, bu da bizim asan və tez başa gələn, çox faydalı, əziyyətsiz soğan turşumuz hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.